nəinki piylərinizi, həmçinin də əzələlərinizin yeyilməsi başlayır. Bu, həm əzələ kütlənizin azalmasına gətirib çıxarır, həm orqanların ölçüsünün kiçilməsinə, həmçinin də orqanların funksiyasının pozulmasına. Belə ki, yüksək miqdarda pi toxuması əvvəlcə birdən-birə istifadəyə keçdiyi üçün, yəni pi toxuması bədən tərəfindən istifadə olunmağa başladığı üçün, parçalandığı üçün sizdə buna bağlı olaraq fəsadlar yarana bilər. Yəni bu pi toxumaları gedib xırda damarlarda tutub onların xırda damarın fəaliyyətini və nəticədə orqan fəaliyyətini poza bilər. Amma bundan da qorxulusu, dediyim kimi, ürək kütləsinin balacalaşması, ürək funksiyasının pozulması, ürəkdə ritm pozğunluqları yarana bilər. Buna görə də lütfən kimsə öz başına gedib də alsın, vurdursun, olmaz. Və hətta məsələn, tutaq ki, sizin ortalama çəkiniz 60 olmalıdır, amma siz 80-90 kilosuz, bu belə çox böyük bir riskdir ki, siz gedib bu iynədən alıb istifadə edəsiniz. Dediyim kimi, arıqlayacaqsınız, amma bununla bərabər daxili orqanlarınızda ciddi problemlər ortaya çıxa bilər. Amma belə bir vasitə var ki, bu vasitə eynən ya da eynən yox, amma təsir mexanizmi arıqlama iynəsi ilə oxşar olaraq sizin vücudunuza təsir göstərir. Belə ki, söhbəti